Bəzi canlılar təbiətdə var ki, onlar öz cinsini həyatın müəyyən bir dönəmində dəyişdirə bilirlər. Balıq növləri var ki, onların da şəkillərini və adlarını da siz ekranda görəcəksiniz. Müəyyən bir həyat dönəmində onlar dişidən erkəyə dönür. Canlılar var ki, erkəkdən dişiyə dönürlər. Bu nəyə görə baş verir? Bu daha çox ekosistemdə sağ qalmaq məqsədi ilə bu baş verir. Balıq olaraq mən özüm hal-hazırda erkəyəm. Ekosistemdə eyni növ balıqlardan yenə də mən daha çox erkəkləri görürəm. Erkək cinsini daha çox görürəm. Dişini tapa bilmirəm. Və necəsə bu ekosistemdə sağ qalmaq üçün mən artıq öz cinsimi dəyişirəm. Mən erkəkdən keçirəm dişiyə və həmin o dişi olmağım mənə imkan verir ki, mən erkək bir cinsi tapım və onunla bir yerdə mən yeni nəsil yaradım. Biz hər şeyi artıq təbiətdən özümüz kopyalarıq, instinktiv şəkildə bunu edirik. Və insan da əgər bu təbiətin vacib bir hissəsidirsə, demək ki, transgender anlayışı belə bəzi insanlarda özünü göstərəcək.